Bir iş adamı hər səhər üzünü qırxır, saçını səliqə ilə darayır, geyiminin hər detalına diqqət edir. Yoldaşı ondan soruşur, xarici görünüşə görə bu qədər vaxt itirməyə dəyərmi? O cavab verir, mən vaxt itirmirəm, inam qazanıram. İmic bir insanın, təşkilatın və ya brendin müəyyən bir auditoriyanın zehnində yaranan mental obrazıdır. İmic insan həyatında böyük transformativ gücə malikdir. Özgüvənə və qərarlara mütləq təsir edir. Məsələn, özünü ciddi və güclü imici ilə təqdim edən insan tədricən bu obrazın tələblərinə uyğun davranmağa başlayır. Bu, özünü reallaşdıran proqnoz effektidir. Çünki imic mən kiməm və mən necə biri olmalıyam suallarına cavab verən daxili inanc modelidir. Napolyon öz kiçik boyunu güc və intizam imici ilə kompensasiya edirdi. Onun hərbi geyimi və bədən dili simvolik hakimiyyət obrazı yaradırdı. Steve Jobs qara sviter və cinslə minimalist və vizyoner imici formalaşdırdı. Bu Apple markasının təqdimatına çox faydalı oldu. Cəmiyyətin qəbul etdiyi simalar, liderlər və brendlər insanların dəyərlərinə, davranış modellərinə və trendlərə təsir göstərir. Bununla belə imic sadəcə görünmək deyil, görünənlə hiss edilənin sintezidir. İnsan özünü necə hiss edirsə, bu onun rəng seçiminə, bədən duruşuna, baxış bucağına, danışıq ritminə, hətta bədən qoxusuna qədər də hər detalda ifadə olunur. Yəni imic psixikanın estetik izidir. İnsan nəyə önəm verirsə, imic də onu əks etdirir. İnsan bir otağa girəndə danışmazdan əvvəl emosional dalğa göndərir. Sakit bir insan yumşaq dalğa yaydığı halda, narahat bir insan gərgin dalğa yayır. Açıq çiyinlər və düz duruş özünə inam siqnalını, əyilmiş baş və gərgin əllər isə özünə inamsızlıq və qorxu siqnalını ötürür. Səliqəli və koordinasiyalı jestlər intellektual imic yaradır. Yəni emosional vəziyyət imicin ən güclü qeyri-şuuri geyimidir. İnsan sanki aura deyilən görünməz bir kostyum geyinir. Daxili vəziyyət zahiri reaksiyanı yaradır. Zahiri reaksiya isə daxili vəziyyəti formalaşdırır. Məsələn, ətir və rəng kimi həssas elementlər limbik sistemdə emosional vəziyyəti dəyişir. Amy Cuddy'nin tədqiqatları təsdiqlədi ki, insan düz dayananda beyinə özünə inam siqnalları gedir. Yəni, insan imicini dəyişərək psixikasını tənzimləyə bilər. Zehin ətraf mühiti surətli analiz etmək üçün hər şeyi simvola çevirir və qruplaşdırır. Bu səbəbdən insanlar başqaları haqqında bir neçə saniyə ərzində səs tonuna, geyiminə, mimikasına, danışıq tərzinə əsasən ilkin fikir formalaşdırır. Goffmanın təsəvvürlərin idarə olunması nəzəriyyəsinə görə hər kəsin sosial səhnədə öz maskası var. İmic 5 əsas ehtiyaca görə yaradılır. Bunlar güvən, cazibə, liderlik, manipulyasiya və aidiyyat. Bu ehtiyacların hamısının digər canlılarda bioloji analoqları olduqları üçün onlar da kamuflyaj, dominant duruş, mimikriya, cinsi və sərhəd siqnalları vasitəsilə bioloji imic yaradılır. Məsələn, tovuz quşu xoruzunun quyruğu imic fenomeninin klassik bioloji nümunəsidir. Quyruğun əzəməti və rəngi cazibə imici yaradır. Zahiri görünüş, mən sağlamam və genlərim yaxşıdır mesajını verir. Bu vəziyyət insanların brend geyim və ya avtomobillə yaratdığı status imicinə çox oxşardır. Şirlər və qorillalar duruşları, baxışları və səs tonları ilə dominantlıq effekti yaradırlar. Bu tip davranışların məqsədi konfliktlərdən yayınmaq və sosial effekt yaratmaqdır. İnsanlarda da bu avtoritet imici şəklində təzahür edir. Ton, jest, baxış və duruşla yaradılan lider təsiri. İctimai imiclə real davranış arasında ziddiyyət yarananda isə problem çıxır. Prezident Nixonun istefası ilə nəticələnən Watergate qalmaqalı buna nümunədir. İnsan danışmadan da mesaj ötürür. Bədən, duruş, baxış hamısı zehnin dilidir və bu dili dəyişmək mümkündür. 16 fevralda start verdiyimiz Şuuraltı Açarlar adlı NAT dəyişim kampaniyasından faydalanaraq dəyişimə başlaya bilərsiniz. Unutmayın ki, imic zehnin dərinliyinə kök salmış bir kommunikasiya mexanizmidir. Fikirləriniz çox dəyərlidir.